paylaşan Ali Suat Samani Şuan şəhid ailənin qarşısına baş əydi. Müdafiə Nazirinin şəxsiyyətinə dərin minnətdarlığımızı bildirdiyi bu cür tədbirləri tez-tez həyata keçirir. Daim şəhid ailərini, qazilərini bir yerə yığaraq onların xatirəsini yad edir. Şəkillərdə gördüyünüz kimi bütün şəhidlərimiz hamısı gülər üzlüdür. Bunu hamı görür. Mən ama onun real şahidiyəm ki, döyüş meydanında bütün şəhidlərimiz gülərək düşmən üzərindən sinəsini sipər etdi. Gözünü qırpmadan, gülər üzdən düşmən üzərinə gedirdi. Müəllimlərimiz, müəllimələrimiz çox gözəl şəhidlər haqqında rollarda qalmışdı. Mən isə çox təəssüf olsun ki, Cavid Mirzəyev haqqında çox şey danışa bilməyəcəm. Düzdür, xidmətimiz bir yer olub, 2-ci ordusunda xidmət eləmişik. Sadəcə mənə nümayəndə bir müddət əvvəl mən 2-ci ordusunda Nurov yüksəkliyinə vəfat etmişəm. Allah ailəsinə səbir versin. Hər bir şəhid ailəsinin qarşısında baş əyir. Vurladığım kimi, Ali Suat Samani olan övladlarının valideynləri ona ölməklə yaşayırlar. Sabri Sadıq haqqında isə icazə versəydiniz, öz mülki həyatda yaşadığımız bəzi şeylər danışmaq istəyərdim. Hətta Sabrinin məndə bir xatirəsi var. Şəhid olandan sonra özümdən cəsarət tapıb, onun ailəsini ziyarət edib, xatirəni verə bilməmişəm. Düzdür, cəhd eləmişəm. Lakin necəsə, nə cürsə əyağım o istiqamətə gedə bilmirdi. Bunun üçün də məni üzürlü sayısından ki, uzun müddət o xatirəni mən özümdə sağlarına sizə təhvil edə bilməmişim. Şəhid anası vurğuladırsa, qardaşımız anası vurğuladır. Sabri mülki vətəndaş idi. Mən Cavid olmuşam, Cavid Mirzəyev, Sabit oldu. Burada digər hərbi qurulsan, şəhid hərbi qurulsan, ayaqları əyləşdirildi. Milli qəhrəmanlar, vətəndaş qəhrəmanları, hər kəs qəhrəmanlar. O döyüş meydanında bir addım geri çəkilmən, hər bir hərbi qulluqçu, hər bir döyüşçü qəhrəmandır. Bunu ayırmaq bizə yaraşmaz. Sabri mülki vətəndaş idi, onunla məşğul oldu. Şükür Allah'a, mülküdə dolanışında yaxşı idi. Mənim işləyirdi, tələbələri var idi. Mən Füzulidə Ensali hərbi hissədə xidmət etdiyi müddət ərzində Sabri Bakı şəhərindən, gözəl Göyçək Bakı şəhərindən dəfələrcə Füzuliyə məni ziyarət etməyə gəlirdi. Halbuki Füzulidə ön xəttə olmuşam. Xidmət edən yoldaşlar o tərəfdə olan valideynlər bilər. Füzulidə Dərətəpə yüksəkliyində Tavan Böyük Komandanı vəzifəsində xidmət etmişəm. Aprel döyüşlərində 2020-ci ildə. Sabri bütün işini, gücünü buraxaraq gəlirdi, ön xəttə məni ziyarət edirdi. Bu mənim üçün büyük bir fəxr hissi idi. Mənim hərbiçi olmam baxmayaraq, mülküdə məni düşünənlər var. 44 günlük vətən müharibəsində oktyabrın 2-sində mən ikinci dəfə ağır yanından sonra hərbi hospitala yerləşdirdim. Bu Sabriyə bu məlumat çatmışdır. Sabriyə eşitmişdir ki, mən yaralanmışam. Hər gün, yəni reallığı deyirəm, öz valideynlərim bilmir mənim yaralanmağımı. Valideynlərim belə sözüm sısmasın, maraqlanmadığı qədər Sabri mənimlə maraqlanmadı. Mən Füzulidə xidmət etmişdim, təsəvvürdə Sabrini həmən hərbisiyə göndərmişlər. Səfərbərlikdən həmən hərbisə yetmişdi. Mənə dəfələrcə vurğuluyurdu, doğrusu qardaş deməzdi, komandır kimi mən vurğulayardı. Deyir, komandır, sən burada xidmət edirsən. Allah şahidimdir ki, hər şey olduğu kimi deyirəm. Mənə deyirdi ki, komandır, sən burada xidmət edirsən, sən buradakı rütbələr, vəzifələr tanıyırsan. Sən burada tapşır, məni ön xəttə göndərsinlər. Mən döyüşmək istəyirəm. Nə üçün deyirdi? Bir müddət səfərbərlikdən gedən könülləri təlim keçmək üçün bir müddət aşağıda saxlayırlar ki, tam təkidləşdən sonra ön xəttə göndərsinlər. Sabri bunun üçün tələsirdi. Mən isə Sabriyə dedim, Sabri, tələsmə. Yəqin xalq rəhbərlik belə məsələr görürsünüz, aşağıda saxlayır. Belə olmalıdır. 3 gün əlaqə kəsildi Sabri ilə. Mən sosial şəbəkələrdə, qosplat olan zaman sosial şəbəkələrdə Sabrinin şəklini görəndə telefon əlimdən düşdü. Öz ağrılarım, yaralarımı unutdum. Əllərim əsdi. Bu zaman dost tanışdan, tanıdığım hərbiçilərlə əlaqə saxladım. Deyirəm, bəli, Sabri şəhid oldu, qəhrəman atasının şəhidi oldu. Şəhidlik vətən uğrunda, torpaq uğrunda canını qurban verən
vermək, gələcək nəsil üçün öz xoşbəxtliyini satan şəxslərdir. Şəhidlər öz canlarını fəda etdilər ki, gələcək nəsil xoşbəxt yaşasın. Şəhidlik bir uca zirvə olduğu qədər də bir məktəbdir. Biz bu məktəbdə cəsurluğu, qorxmazlığı, igidliyi öyrənmişik. Yenə vurğulayıram, indi hər kəs bütün şəhidlərimizi, tək Zabit qardaşımızı, Sərvar qardaşımızı da misal çəkirəm. Bütün şəhidlərimizi şəkillərdə biz görürük, gülər üzlər. Onlar şəkillərdə göründüyü kimi döyüş meydanlarında gülərək şəhid oldular. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah valideynlərinə səbr versin. Mən Zabit yoldaşım, böyük yoldaşım Həsən ağam bir yerdə xidmət eləmişəm, Murad yüksəkliyində. Həmişə ailəsini ziyarət edəndə əmisinə ata Şakir əmiyyət deyirəm ki, anamı sənə əmanət edirəm. Anamı isə deyirəm, atamı sənə əmanət edirəm. Evin tək övladı idi. Heç bir xatirələrlə bu, bütün şəhid valideynlərlə mən sözüm. Bizim sizdən xahişimiz olur ki, bir-birinizə dəstək olun, möhkəm olun. Övladınızın ruhu üçün yaşayın. Şəhidlər ölmüyor, şəhidlər bir mələkdir, hər zaman sizi izləyir. Bugün bəli, Zabit qardaşımız şəhiddir, Səbur qardaşımız şəhiddir. Mən bugünkü gündə sizin qarşınıza qəzənfər olaraq deyil, Səburi və Zabit olaraq durmuşam. Hamımızın qarşısında baş əyib və icazə versəniz, 7 ildir özümdə saxladığım bir xatirəni, dost kimi mənə verdiyi bir xatirəni mən özümdə bir cəsarət toplayaraq anasına təqdim etmək istəyirəm.